Gel. Az qalıb 100K dostlar, az qalıb 100K, 100K eləyək. 73 minlik 100K eləyək dostlar. 100K eləyək. İndi dedi mən yerə görə deyirdim. Mən söhbətdən qaçmaq istəyirəm, xəstə adamam. İstəyirəm ki, sakitçiliyə çəkilək, bırax geçsin. Qoy geçsin. Gedir geçsin, həyatını yaşasın. Hə. Xeyir tapar, ziyan gətirir öz işidir. Mən qarışmıram. Mənə də bıraxardım da, nə olardı? Yüksək qalmış ilişib. Nəyə bıraxardım? Rahat yaşayardıq. Mən bıraxmamışdım. Mən bütün gün sənin yanında deyildim, sənin yanında. Neydi, oğlum Qalanına bu deyib, örneğini qalmışdım. Nəysə dostlar. Sən sakit saxla da bilin. Allah'ın kimdi ki, bütün enziyez tanıyır onu. Özündən qalmışsın da. Nəysə dostlar, bağlayıram. Sağ olun. Boynum tutuldu, imlansız. Bir dəli bir quyuya daş salır, yüz ağıllı çıxara bilmir. Allah'larını tanımayanlar diye ancak tırka versinler. Ara vırsınlar. Ne TikTok'a gir. Bilmirəm ki, kimdən atıram. 5-10 manat qazanma oldu. Niyə cilmə yerdə? Girəsən, ha gir yaxın gir. Aydın yox. TikTok'u yığışdır Aydın. Gelir ise bize TikTok'u yığışdır, kurban olun. Başına dön. Sakit dayan. Bir müddet sakit dur da görüp bu işin ahırı hara gelir çıxır. Yalan derim sen Allah. Düzdür. Abi bir sakit dur da ne olur? Bir değişin de biraz yumuşal da değişin. Ağzına koymaz Allah yoluna. Ay danışıp kırılacaklar da. Danışıp ömür boyu çiğnemeyecekler ki sen sözünü. Dayana baxlar, səhər başqa bir tema çıxsa başlayacaqlar o tema olacaq. Acın aslan. Dincəlində boşandıq, dincəlində da. Dəstərində da demə. Sən sakit dur, heç kimə qarış eləmə, heç kimə söymə, heç kimə dəymə. Hamı sakitləşəcək. Sakit dur. Nəysə dostlar. Nəysə dostlar, mən heç vaxt istəmərəm ki, kimisə evi dağılsın, Kiməsə qarış eləmə. Nəsə istəmərəm, amma ki... Eləmə, qoy o danışır, o günaha bastır. Sakit dur dönəm. 19K qalıb, 100K-nı gözləyirəm, 100 mini çıxacam. Sözüm var idi, deyil. Biraz yavaşlar, biraz yavaş. İmkan vermədi. Hani dünya niyə bağlamayaq? Konsertə baxmaq istəyirsiniz. Bu konsert olmursuz səhifəyə gedin. 3 ildir də konsertə baxırsınız. Sonu. Konsertin sonu. Sonu oldu. Kinonun son. Ha, kinonun sonu oldu demək, dincəl. 2 seriya olmadı, gör neçə seriyalar oldu. Seriyaların artı gəlir, 3-cü serialdır. 4-5 sayı gedəcək yəni. Elə çox seriyalar görəsiniz. Çıxacam canım, çıxacam. Bu 100K-nı gözləyirik. Sonrası necə olacaq? Bundan betərim olacaq. Görüm onda nə deyərsiniz. Nəysə. Santa değilmiş. Yox, gözümlə gördüm. Bu Santa değil. Ekrana tıklayaq 88 minlik dostlar. 103 min olaq çıxıram. Çayı qoy bana, çayı qoy. Yatıb dururlar, ancaq ağzına. Avropa səndəki riya aldığıdır. Az bəkdir. İşləri güclər ancaq. Avropadakı Aram, özüm xəstə adam olar. Aşkı məmnun olsun. İskəndər olar. Yalanın buradan ona məlumat çatdırırlar, oradan bura məlumat çatdırırlar. Eski çaşıb qalmışam. Yaxşı olmaq istəyirəm, olmur. Pis oluram, olmur.
Mən adımı niyə hallandırırlar? Sağ olun İzzət. Ekran tıklayın dostlar. Hiç gəlməyən adamlar gəlib bizim şey. Oxatan. Ay Oxatan, sən bizdə yox idin. Valla bəzi adamlar deyir, adamım çoxalsın, səhifəmdə 2000 adam, 5000 adam olsun. Abırsızlıqla istəmirəm 1000 adam, 2000 adam, 5000 adam. Mənim öz izləyicilərim var, sağ olsunlar. Mədəni, mərfətli izləyicilərim var. Gəlirlər, danışırıq, gülürük, ağlayırıq özüm üçün. Nə bilim, fikirlərimizi bölüşürük. Çıxanda da görəm, hətta kəşfiyyatdan baxanlar gəlib, məndə 19 min, 20 min adam oldu. Hələ kəşfiyyatdan baxanları görürük biz. Yəni, mənə heç kəsin filmim lazım deyil. Mən özüm başdan başa filməm. Başa düşdün, onun kimi yazırsan. Xeyr. Boşanmazlar da onun böyük səhvi olubdu. Amma bunlar boşananda da bir-birindən ağlaya-ağlaya boşanıblar. Ha? Onu da deyim bizə. İkisi də ağlaya-ağlaya boşanıblar. Düzdür? Bir-birinin əlindən tutub boşanıblar. Bax, siz izləyicilər, boşanmayan kişi deyil, nə bilim nədir, ağlaya-ağlaya boşanıblar. Arvad Ceyran da orada olubdu. Gözlərinin yaşını tökə-tökə imza atıblar, boşanıblar. O Asad xidmətdə də görüblər. O yaman gülür. O kanatın geçsin. Gəlsin olsun danışsın da ana. Bir dəqiqədən. İskəndər var. Qübətli xanım o roka gözümə görünməsin bugün mənim. Göndər. Sırıtır orada gülür. İzzət, sağ ol İzzət. Kimi deyirsən, kimlə söhbət gedib? Otur denəndə, necə olur? Otur dinəndə necəsə, sən niyə çıxmırsan ki? Millətə mən buna belə olub. Sən niyə daşqalaq edirsən? Belə olub, sən niyə daşqalaq edirlər? Bəli. Otur dinən ki, ay cəmanat, bax belə oldu, bu qızı belə getirdim. Boşanmalarına belə getmişəm. O nə qədər bir-birinə tanışsınlar, nə qədər pis deyirlər istəsinlər. Ceyran özü də iştirak edibdi orada Asad xidmətdə. Mən yaxına buraxmadılar, mən qıraqdan baxırdım. Nəsə də sən də... Yox, sən də orada olmuşsan da, özün dedin ki, əl-ələ tutmuşlar, ağlaşırdılar ikisi də. Necə bir də heç bir şey inanmırlar çoxsa. Gedə, sən nə tər olursan özün gedə. Düdə özündür. Senin Ceyranı içəri qoymaq istəyirəm. Gedə, düzləri get, cəmat arxa inərsin. Deyirsən. Arxa inə söyüşünə yox. Salam izləyicilər, xoş gördük. Danış da, niyə 22-si Yasan xidmətə gedir, boşanmaya. Mən çay içim. Ceyran xanım da gəlmişdi ora. Qoymuşam. Böyle qapıdan içəri buraxmadım. Ceyran xanım da gəlmişdi. Aslan mən, Ceyran. Bizdə Kamil. Kamil də olub orada. Kamil də bilmirəm. Hə, Aslan yanında. Kamil, Ceyran, bir də Aslan. Dördümüz olmuşuq. Aslanla biz girdik içəri, Ceyran xanımı qoymadıq. İkimiz gedək həll eləyək, çıxaq. Həll elədik, sonra girdilər içəri. Ceyran xanım da, bir də Kamil. Biz ağlaya-ağlaya çıxmışdıq oradan. Mama sana deyirəm, sən bu canını açsan, o Aslanın təzə arvadıdır, nədir, bilə bilməz sözsən, məndən heç kəsin girməsin. Habra darvadan düşməsin, heç kəs də girməsin bu qapıya. Az Aslan arvadı var, küçədə qalmışın biridir. Hər nəyi buraya sən qan qaldırırsan, ay qız. Bizə dəxli deyil, mənə yazıb bizə də eləməsin, mənə də ağlım sərrast deyil. Mən də ona ağzıma gələn deyirəm, pis şeylər olur. Bırak da. Bax buradan siz. Söndür də onu. Nəsə bağlayıram. Ki bəs konum atın, bəs gəlmək Yaxına da istəyirəm də, ağlayırdı. gəlməsin. İndi mən nətər çöldə qoyum, Mən nətər bilmirəm. küçədə qoyum insanları. Ay bala, nətər insanlarsınız, mən nətər çöldə qoyum bu insanları, necə çölə salın bu insanları, onu yazan Allahın yoxdur sən.
Allah heç kəsin qarşısına pis evlad çıxartmasın. Ya Rəbbim, ey əziz Allah. Bağlayacağım, gedib başqa canlıları açacaqlar, başqa sözlər danışacaqlar. Ona görə qalıb bu canlı burada. Nəysə dostlar, nə deyim, Allah kömək olsun. Allah çox kömək olsun. Allah evlad da verəndə xeyirli evlad versin. İzzət sağ ol, ay İzzət. Hasan çıxacaq oradan, deyirsən ki, bacı qurban. Niyə tələs deyirsən? Kimin üstünə getdi? Biz onun üstünə gedirik, biz o qoğuqda atmışıq onu. Roza xanım, keçid sağ olun. Ağdamlı çox sağ olun, çox sağ olun, çox var olun. Dostlar, heç kəsin pis gününə, pis vaxtına, pisliyinə sevinmək olmaz. Çalışaq yıxılanı qaldıraq, amma yıxılan özü qalxmaq istəmirsə o başqa şeydir. Papayça çox sağ olun. Çox sağ olun. Yıxılanı baltalamaq olmaz, kömək eləmək lazım yıxılanlara dostlar, başa düşdünüz? Olmaz. Sağ ol Ağdam, Fidan xanım, Yusuf, çox sağ olun. Hə, yaxşı, yaxşı. Mən kəsin belə danışmaq istəyirəm. Roza xanım, sağ ol canım mənim, çox sağ olun Roza xanım. Aslan özü Aslan xidmətdə maşında göz yaşı tökürdü. Göz yaşı. Hər şey yaxşı olacaq deyirdi. İndi nə oldu? Hə, Aslan? Gedin çatdırın. Sən idin də Aslan mənim yanımda ağlayan, hər şey yaxşı olacaq. Yaxşı oldu, yaxşı. Dostlar, bəzi insanlar, Aralananlar var ya, baxın, Allah bəzi alə. insanlar mənə burada ay nə bilim prim yığır, nə bilim nə, mən pisliklərlə prim yığan adam deyiləm, öz izləyicilərim mənə belə yox, belə bəsdir, başa düşdünüz. Kənardan, bucaqdan, oradan buradan gələn izləyicilərə bəli hörmətim ola bilər. Yaxşılara, yaxşı yazanlara, salam əleykum verib gedənlərə hörmətim ola bilər mənim. Amma pisliklər orada prim yığır, primi başqaları yığır. Primi başqaları yığır. Ona görə də elə sözlər yazmasınlar. Mən pisliklərlə prim çatdıran adam da deyiləm. Yığmaram da. Mən hər zaman demişəm ki, yıxılanın yanındayım. Amma mən bir vaxt yıxılanda mənim yanımda heç kəs olmamışdı. Ona görə də mən yıxılanın yanındayım dostlar. Başa düşdünüz? Bir vaxt mən yıxılmışdım dərdimdən, sərimdən, baş-başa, tək-bətək qalmışdım. Həyatda tək-bətək mücadilə edirdim. O zaman mənim qarşımda heç kəs yox idi. İndi mən yıxılanların yanındayım. Çünki o günləri, düzdür belə günləri yox, başqa günləri Allah Taala hərəyə bir cüddət verir. Mən görmüşəm, başa düşdünüz? Ona görə də yıxılanın yanındayım. Vəssalam. Çöldə qalanın da yanındayım, yıxılanın da yanındayım, nə bilim, ac qalanın da yanındayım. Başa düşdünüz? Vəssalam. Mənim bir dənə devizim var. Yıxılanın yanında olmaq tutardı. Kim nə deyir desin. Başqa səhifələrdə olanlar, başınız girməyən yerlərə də bədənlərinizi soxuşdurmayın. Başa düşdünüz? Ətlə də dırnağın arasına girənlər iylənib çıxar. Bunu mən yox, atalar deyir. Atalar. Başa düşdünüz? Ona görə də lazım deyil. Allah sizi qoru, sağ olun. Mən qeyd edirəm, mənim bir dənə üzüm var. Başa düşdünüz? Bir dənə sifətim var. Ha, acıqlayaram, söz deyərəm. Amma ki, ürəyimdə yanaram. Mən belə insanlara yanıram. Oğlana da orada yanıram.
Başa düşdünüz? Ona da yanıram, buna da yanıram, o birisine de yanıram. Harda yıxılan varsa mən onun yanındayım. Çünki zamanla mən yıxılanda mənim yanımda heç kəs olmayıb. Ona görə o acını, o təkliyi, o tənhalığı mən yaxşı bilirəm. Başa düşdünüz? O özü bilər, necə anadır, nədir, o özləri bilər. Mən çöldə qalan insanlara qapı açmışam. Çöldə niyə qalır? Evimiz var da sabah gedəcəyik rayona. Sabah rayona gedirlər. Evimiz var, Evləri var. işimiz var. Vəssalam. Çöldə qalanlar narahat. Kəsən səsi, rədd eləyin bunu moderatorlar, bu yaramaz. Çəkən bilər, əlbəttə ki, çəkən bilər. Ona görə də dostlar, ağıllı adamlar, insaflı adamlar, ağıllı adamlar, daşqalaq eləməyin, yıxılanları olmaz. Allah göydən baxır. Yıxılan insanlara əl tutun, kömək eləyin. Əlbəttə ağıllı insanlar, çufqa, mufqa, ağılsız, başdan xarab qrijaları demirəm. Hər nə olur olsun insan insandır. İnsan dərdi ilə insandır, səri ilə insandır, pisliyi ilə insandır. Senin bir tane. Bana bu bildiğin milletin bir sen hazır bilgi götürmek. Əlbəttə. Sen işte sen seçimi derdi. Bir sen hazır. Mən sənə dedim, rayondan gəlmə, demişdim sənə. Necə ki, mənim sözümə sən baxma. Necə ki, mənim sözümə sən baxma. Daha nə istəyirsiniz? Daha nə istəyirsiniz? Daha nə istəyirsiniz?